19-cu əsrdə inşa edilən Hacıqabul Dəmir Yolu Vağzalı unikal memarlıq abidəsidir. Vağzalın memarlıq elementləri Şərq və Qərbin sintezini özündə etifa etməklə Mavritaniya memarlıq üslubunda tikilib. 1888-ci ilin oktyabr ayında Rusiya İmperatoru 3-cü Aleksandrın Tiflisdən Bakıya yola çıxan qatarı Hacıqabul Dəmir Yolu stansiyasında dayanır. Həmin tarixə şahidlik edən stansiyada İmperatoru qarşılayanlar sırasında olan yerli balıqçılar onun ailəsinə gümüş çəlləkdə, qara kürüdə hədiyyə edirlər.